Biz onların qəbrin meyidin Bakıda gözləyirik, qoruyoruz. Amma onu qorumaq lazım deyil. Onu ləğv eləmək lazımdır. Onun yerinə yaxşı bir park deymək lazımdır, məktəb deymək lazımdır, meçid deymək lazımdır. Kilsə məmnəyimə lazımdır Bakı mərkəzində. Ya Qarabağda bir dənə kilsə nəyimə lazımdır? Burada xristiyanlar yaşamır, Azərbaycanlılar yaşayır. Azərbaycanın yaşadığı bölgə görsünüz nə gündədir qəbirlər. Yoxdur. Hər zaman dediyimiz kimi yenə də deyirəm. Nə qədər canımda can var. Hər bir Xocavənddə, hər bir Qarabağlı öz yerini çəkməlidir. Öz evini çəkib bütün dünyaya göstərməlidir. Gör nə günə. Nə qədər canımızda da can var mübarizəmizdə. Bizim qəbirlər nə günə qalırlar. Har ilə, hansı dövlətlə olur, ayaq-sayıq olub müharibəmizi aparmalıyıq lazım anda. Hamlet Gülməmmədov Möhkəm olmaq lazımdır. Qarabağ 2-ci qrup qazisidir. Atasının ziyarətinə gəlib ki, Evimizi ziyarət qəbrini nə günə qoyurlar. Nənəsinin qəbrini nə günə qoyurlar. Bacısının vəbşə qəbri yerli yüzlü yoxdur. Gör atasının qəbrini nə günə qoyurlar. Nənəsinin qəbrini nə günə qoyurlar. Gəl bu insan burada nə çəkir. Külüf, əyilif, hər şey biz bərpa qəbri qucaqlayıb, nə çəkir o daxilən. Dağıdıblar. Bacısının qəbrini tapa bilmir. Tapıb yerində yoxdur. Belə biabırçılıq olar. Gör bu şərəfsizlər nə tər vandalizmə. Dünya miqyasında onlar kimi alçaq millət yoxdur. Gün arvad erməni olanlar var. Onlar kimi alçaq millət yoxdur, gedib erməni alırlar. Gündən sonra kim erməni arvadı, qızı ilə evlənirsə alçaqdır. Bizim Xarici İşlər Nazirimiz vardı, Elvar Məmmədyanov. O gətirib gözünə soxacam ki, gel bu oğlun erməni nəsilli kimlə evlənir. Bunu qutarmaq lazımdır. Erməni kim alırsa alçaqdır o, şərəfsizdir. Ar olsun. Özü ermənidir, ermənidən ailə quranlar. Bu da özü set qolu edəsən. Anası ermənilərə deyirəm buradan. Siz hamınız alçaqsınız. Hamınız şərəfsizsiniz. Çünki sizin kanınızda toxumunuz xarabdır, sizin ananız xarabdır. Sizin ananızın nəsli xarabdır. Çünki onların nəsli budur. Onların nəsli budur ki, bunlar gəlir. O gəlir burada anası ermənilər, görürsünüz qəbir, meyit də yoxdur burada. Ona görə deyirəm ki, ermənilər öz alçaq millətdir, cavabını da verdik. İsasını aldı onları. Biz buna görə döyüşürdük. Buna görə qanımızı tökürdük ki, torpağımızı azad eləyək. Şükür Allah ki, azad elədik. Gəldik, öz dədə baba yurdumuzda, öz atamızın qəbrini ziyarət elədik. Atam roda şaddır ki, bugün buradayıq biz. Gəldik torpağımıza, elimizə, obamıza, atamızın qəbrini ziyarət elədik. 86-cı ildən bugünə ziyarət olunmayan bir qəbir. Hə, heç nə. Bacımızın qəbrini ziyarət elədik, nənəmizin qəbrini ziyarət elədik. Gəlib atasının qəbrini tapır. Bunlar çox şərəfsiz millətdir. Sən gəl, Kurapat ki, Muğanlı qəbirçanın içində səngər qaz. Sesqilet də yoxdur, götürülür yerində bir qaşıyıqlar. Onlar çox alçaq millətdir. Amma biz heç vaxt erməni qəbirçanında səngər qaz. Mərd-mərdanə döyüşmüş yerlərdə. Taxıl tərəfdən gəldik, girdik. Amma bunlar mərdlik yoxdur onlarda. Onlar kimi alçaq millət yox. Risk elədik də, hə. Çox adamlarda baxırsan qəbirlərin. Tapıb, hə, tapmışıq. Başdaşları yerindədir. Çox əfsuslar olsun ki. İkimiz də elə dedim, səni də götürərdim. Atamın başdaşısı da yoxdur. Bacımın da başdaşısı yoxdur. Sağ ol, danışa, çox sağ ol, getək. Atam hər zaman agronom işləyirdi. Ermənilərə dığa deyirdi, ay dığa deyirdi. Çünki onlar gədədirlər. Rəhmətli atam onlar işləyibdi. Ermənilərin o vaxtında qanunu durubdu ermənilər. Ermənilər atamı tanıyırdılar kimdir. Ona görə də onun qəbrini belə eliflər, qızın da qəbrini dağıdıblar. Allah səbir versin başa. Allah səbir versin. Ona görə də onların qızını tutdum, getdim. Avanesyan arışı. 10 ay əsir saxladım. Onu da vaxt gələr mən qardaşıma görə deyər ki, o başını kəsib qanını içərdim. Yəni məndən ötürü astafot eləyir. Harada erməni gördün, öldürəsən ki, ən gözəl erməni ölmüş ermənidir. Bax, bütün dünyaya deyirəm. Deyəndə ki, Rusiya dövləti, Batısı Vladimir Putin, terroristdir. Bəzi adamlar bana deyir ki, Rusiya dövləti Batısını təhqir eləyirsə. Bax, indi eləyirəm təhqir. Alçaqdır, şərəfsizdir erməniyə, silah verir. Orada bir işi düşüb yalvarır diye. Yəni onlar hamısı alçaq millətdir, şərəfsiz millətdir. Ən uğraş terrorçu millətdir onlar. Ermənistan özü terrorçudur. Bugün Paşinyan Türkiye'ye gedir. Türkiye ayın 20'sinde Erdoğan'la görüşecek. Bunlar terrorçudur, bunlarla mümkün değil. Bugün torpağımızdan qonmuşuq ermənilər, öz tələbat torpağımızdan. Onlar yalta, xain, hər yola gedəcək ki, onlar Qarabağa erməni soxsunlar. Amma onlar unutmasın, biz varıq, nə qədər canımızda can var, Qarabağa bir də erməni qoymayacaq. Onu kim dersə yalan deyir. Biz Qarabağlılar, biz 1 milyon qaçqını var. Bir adam da erməni qoyası deyil bura. Şəxsən mən təşkilat sədri kimi, Şəhid Ailələr Qayğı Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri kimi, qazi kimi deyirəm. Qarabağa bir də erməni gəlməyəcək. O gələrsə gətirənin başını üzərəm, öz də şəxsən mən üzərəm.
Kim erməni bura gətirəcək, qarşısında bizi görəcək. Şəhid ailələrini görəcək. Qazilərin görəcək. Şəxsən məni birinci görəcək qarşısında. Çünki mənim qəbrimi bu günə qoyublar onlar. Mənim 18 yaşında bacımın qəbri bu gündədir. Atamın qəbri bu gündədir. Nənəmin qəbri bu gündədir. Rəhmət eləsin. Allah ordumuzu qorusun ki. Gəldik torpaqlarımızı, qəbirlərimizi Biraz sakitləş. Allah səbir versin sağ. Allah dövlətimizi Allah səbir versin. Onun arxasında getdik, gəldik dədəmizin qəbrini ziyarət elədik. Birləşdik xalqımız, torpağımızı azad elədik, bir günə gəlib ziyarət edirik. Ağır da olsa bizdən ötürü, çətin də olsa ziyarət edirik. Ən azından qəbirlərin yeri bəllidir. Ən azından tapdım qəbrini. Qəbir olsa özümüz, Bəli. betonla özümüz döyülmüşdük bura. Düzəldərsən inşallah. İnşallah buranı da bərpa edəcəyik. Allah səbir versin. Sağ ol. Allah kömək olsun sənin də Məhəmməd Zəhir qardaşım. Sağ ol. Bu günləri mənlə bir gələn bizim dəyərli qardaşımız. Qardaş, narahat olma. Nəsirov Fuadın qardaşıdır. Hikmət müəllim. Allah canını sağ eləsin. Sağ ol. Hikmət müəllim rayonda ən aktiv oğlanlardan biridir. Hər yerə gedir, rayon işğalandırır, işğaldan əraziləri işğalandırır. Kətləri hər bir buradan mən hər bir 1 milyona yaxın qaçqınımız var. Onlara bugün müraciət edirəm, xahiş edirəm. Hamı gəlsin öz qəbirləri çəksin, hamı paylaşsın. Hamı öz dağılmış evini çəksin, paylaşsın. Qoy bütün dünya görsün ki, erməni hansı millətdir. Hansı şərəfsiz millətdir. Bunu dayanmaq Vəhşi qəbilə. O qəbiləni bütün dünyada Vəhşi göstərmək qəbilə. lazımdır. 1 milyon qaçqının belə götürək 300 mindən çox qəbiri var. Hamısının da ev olub. Evləri çəksin, paylaşma versin. Bütün dünya görsün. Bütün o kar, kör, lal dünya görsün. Ona görə də biz möhkəm olmalıyıq. Heç kim arxayın olmalı deyilik. Özümüz özümüzə arxayın olmalıyıq. Xalqımız belədir. Ordunun arkasında durmalıdır. Dövlətin arkasında durmalıdır. Komandan arkasında durmalıdır ki, Zəngəzurda da biz bu gündədir. Bugün Ermənistandan gələn köşkünlərimizin qəbri də bu. Biz ona da gedəcəyik. O qəbirlərimizi də bərpa edəcəyik. Çünki ora bizim dədə-baba torpağımızdır. Bugün oradan gələn İrəvandan, yarım milyondan çox İrəvandan gələn bizim məcburi köşkünlərimiz var. Qərbi Azərbaycandan gələn bizim köşkünlərimiz var. Onların qəbirləri də bu gündədir. Ona görə biz bu saatları çalışırıq ki, dövlətin arkasında duraq ki, torpağımızı da azad edək. O qəbirlərimizi də azad edək. Hamısı bizim dədə, baba, nəsil kökümüz də soralıdır. Hamısı bizim cənnət Qarabağımızdır. Biz burada arsız da olsa bu torpaqları bərpa edəcəyik. İnşallah. Nə dövlətdən maddi dəstək gözləyəcəyik, hər bir şeyi, nə gücümüz çatır əlimizdən təmizləyib, düzəldib bu Qarabağı çiçəkləndirəcəyik. Şəhidlərimizin xatirinə, ölənlərimizin xatirinə. Bu torpaq bizimdir, Qarabağ bizimdir. Bizim xalqındır Qarabağ. Qarabağ heç kimindir. Qarabağ heç bir erməninin deyil, nə Rusundur, nə ermənidir, nə Farsındır, nə Amerikanlındır, nə Fransızındır. Qarabağ bizim də Azərbaycanlar, biz türlərindir. Bizik burada. Çox sağ ol, Hikmət qardaş. Allah səbir versin, Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət, məkanları cənnət ki, öz gəlib dünyadan köçənləri də əzizlərimizi ziyarət elə. Allah səbir versin. Allah Sağ ol. rəhmət eləsin. Amin. Amin.